mübarizə aparsa da top özündə saxlaya bilmədi. İndi Maribor komandası əks hücuma çıxır. Diqqətli olmaq lazımdır. Boğaz irəli, Tavareşdən Novakoviçə. Yanja çox sürətli addımlarla köməyə gəldi. Məhz indi onu ötürür. Novakoviç topu zərbə vurmağa imkan verməz. Əla oynayır Bezatovsunu, amma çox təəssüf. Təkrar zərbədən sonra Tavareş hesabı açır. Çox zəif. Dərhal yan xət hakiminə baxdım. Gözlərim onu görmək istirdi ki, bayraq havadadır, oyundan kənarı vəziyyət qeydə alındı, amma təəssüf ki, yox, bu belə olmadı. Bayraq yan xət hakiminin əlində havaya qalxmadı. Təkrar izləyək. Çox asan bir şəkildə müdafiəmizi yardılar Gündüz əslində. Yanja çox sürətlə hücuma qoşuldu, ötürməsi zərbə anında Məhəmməd Mirzəbəyev oyundan kənar vəziyyəti yox. Məhəmməd Mirzəbəyev oyundan kənar vəziyyəti pozurdu. Bəli, hakimi qərarı tam haqlı idi. Oyundan kənar vəziyyəti yox idi bu epizodda. Tavareş qayıdan topa hər halda Bezatovsunun ilk zərbiyə reaksiyasını Şəmsəddin gördü. Həqiqətən də Bezatovsun yaxşı oynamışdı, amma təkrar zərbədən sonra bu topu əla çıxardı. Bu topu təkrar zərbədə bu hücumu izləyir. Qəbələ bu hücumun sonunda nə qazanacaq? Ötürmə edilir cərimə meydançasında. Qapıya zərbə olacaq mı? Qayda pozuntusu. Zərbə! Gol! Nəhayət ki! Qəbələ 1, Maribor 1. Bu qolu vururuq. Bir anlıq fasilə yarandı. Bu fasilə həm Maribor futbolçuları fikir verilirsə Gündüz çaşbaş qaldılar. Həm bizim futbolçularımız hamısı hakimə baxırdı. Biz də gözlürdük. Amma Zinyo topu ələ keçirdi. Hakimin fikri səslənmədirsə oyun davam edir. Düz etdi və topu qüvvətli zərbələ qapıdan sanki qayda pozuntusu var idi. Biz də bir anlıq pauza verdik. Mənə gəldi ki, Mariborun futbolçuları özləri də gözləyirdilər ki, ki 11 metrlik cərimə zərbəsi bəlkə hakim təyin edəcək. Zeyox çox yaxşı oynayır başla. Bunun adı penaltidir. Bunun adı penaltidir. Və Zeyox. Düşünürəm ki, pərişməz Gündüz, üzr istəyirəm. Gündüz. Və düşünürəm ki, məhz buna görə Maribor futbolçular özləri də düşündülər ki, penalti səslənməlidir. Özləri də görürdülər ki, penaltidir. Bunun adı penaltidir, bəli. Amma belə də olsun, əsas odur top qapıdan keçdi, hesab bir fərq eləməz penaltidən. Bu qolumuza hakim də mani olmadı, ola bilmədi. Hər o epizodu penalti kimi qiymətləndirmirsə hakim. Təslimat mərhələsində evdə keçirdiyi qarşılaşmalarda ardıcıl 3 qələbə qazanıb. Bugün də 4-cü gol! Bravo Zinyo! Bravo Dabo! Zinyo ötürdü, Dabo vurdu. Qəbələ 2, Maribor 1. Golun müəllifi Bagali Dabo! Əhsən Qəbələ elə o da Avrokuboklarda gol hesabını açır. Ardıcıl Avrokuboklarda təslimat mərhələsində doğma meydanda 3 qələbə qazandığımızı qeyd elədik. 4-cüsünü arzulayırdıq və böyük bir addım attın 4-cü qələbəmizə. Amma bu üstünlüyü artırmaq lazımdır. Bizim Sloveniyada cavab görüşümüz var. Ora daha rahat şəkildə yollanmaq üçün. Oyundan kənar vəziyyət yoxdur. Dabo rəqibin qapçısının ayaqları arasında heç andan işləyətlə yaraşmayan bir tərzdə topu qapıdan keçirir. Zinyov əhsən topu gör necə qəbul etdi Gündüz. Sona qədər mübarizə apardı. Əslində özü zərbə vurmaq istəyirdi. Öncədən düşündüm ki, Daboya ötürmə etdi, amma ki versə top rəqib müdafiə. Elə idman klubunu edən elə Kamran Şahsuvarlı'nın yarım final döyüşü gözləyir. Ama uğurlar arzulayırıq bütün diqqətlər. Qəbələnin bu hücumunda qapıya zərbə. Gol mu? Gol! Top qapıdan keçir. Gol! Bax bu! İstədiyimiz budur. Dabo! Yenidən Dabo'nu bizə göstərirlər. Fərq etmir. Bir daha izləyir. Ani bir qarşılıq yarandı rəqibin cərimə meydançasında. Müdafiəçilər bir-birinə qarşılar. Topu uzaqlaşdırmağa çalışdılar. Bizim futbolcular əksinə topu qapıdan keçirməyə can attılar. Ürək yandırdılar və yekunda bizim ürəklərimizi alovlandırdılar. 3-cü topu Maribor'un qapısından Bagali Dabo keçirdi. Golun təkrarını izləyək. Gücdən zərbəmanı rəqibin qapısı qarşısında yaranan qarşılığı. Bəli, son toxunuş Bagali Dabo'dan gəlir. Bagali Dabo. Golun müəllifi Məsi olur. 2 dəqiqə 2 gol. Əhsən Bagali Dabo. Tənqid edirdi yardası onu. Gollar vurmur, hücumçudur.
Roman Qriqorçuk deyirdi ki, qolları gələcək və qolları Mariborla oyunda gəldi. Çempionatda qol hesabını açmışdı, amma Avrokuboklarda ən vacib olan, ən önəmli olan maçda fərqləndi. Özü də 2 dəfə. Əhsən 4. Ürəyimdən 4-cü qol keçir. Gündüz birinci hissədə hardasa 4 ya 5 künc zərbəsi yerinə yetirdik. Heç birindən yaralana bilmədik. İkinci Əvvəl-axır biri olmalıydı. hissədə birinci ilə künc zərbəsini